lazımsız verilişlərə. Yaxşı veriliş var ki, baxasan. Hamısı çöldə barda qalmışlar, gətirib təbliğat eləyirlər cavan qızlarımıza, oğlanlarımıza. Pis hərəkətləri. Xoşqədəmə baxıram, zara baxıram. Və onu bəyənirəm ki, insanlara nümunəvi şeylər göstərir də. Məsəl üçün deyir ki, qızlar belə eləməsin, oğlanlar belə eləməsin. Nə bilim ay qızım, belə də. Mən heç birinə baxmıram. Baxılası veriliş yoxdur. Boş-boş şeylər, ancaq o show biznesdə olanlar çıxıb ora hərə bir söz danışır, öz həyatından danışır. O mənə lazımdır, yox. Maarifləndirici heç nə yoxdur, ona da baxmıram. Biraz vulgardır əksəriyyəti, hamısı kapirovkadır bütün kanallar. Bir də üzr istəyirəm ifadə üçün əsl ziyalının oturub baxılası bir veriliş orada yoxdur. Xoşqədəmə baxıram, zarı baxıram. Şeylər var, ataleylər var ki, bəyənməli olur da. Baxmıram. Bayağıdılar hər biri. Xəbərlərə baxıram. Yox, nə verir ki? Hamısına baxıram, amma xoşum gəlmir. Davakavı olur, söz-söhbət olur. Gün üçün əfsuslar olsun ki, günümüzdə dəhşət dərəcədə bayaqlaşma gedir televiziyalarda. İctimai televiziyanı izləyirəm, sabaha saxlamayaq verilişi var. Xəzər televiziyasında yayımlanan Xəzər axşamı verilişi. Heç birisinə. Niyə, nəyi bəyənmirsiniz? Baxmıram da, elə bəyəniləsi şey yoxdur orada. Orada qoyurlar bir iki dənə xoşa gəlməyən şeyləri qoyurlar, danışırlar. Heç birinə. Yəni insani yaşayışdan, bir şeylərdən, real olaraq bir şeydən danışmırlar. Ancaq cəmaatın başını qatırlar. Valla televizora baxmıram mən demək olar. Xoşqədəmi biz çox sevirik də biz. Arada yaxşı danışır, gözəl sözləri var. Zaur Baxşəliyevin çox gözəl danışıq qabiliyyəti var. Mən heç birinə, ancaq Rusiyaya baxıram. Çünki hamısı yalan söhbətlərdir. Mən ARB-yə baxıram, ARB 24-də baxıram.